22 may 2016-cı il. Mən Əli İskəndərov bu gün Yardımlı rayonunun Yardımlı şəhərindən maraqlı bir süjet sizə təqdim etmək istəyirəm. Bir yaz günündə Yardımlı əlbəttə çox gözəldir. Durduğumuz bir məkan Yardımlının Güney adlı məhəlləsidir. Və doğrudan da öz ətraf aləm yaşıl örtüyündə yazın öz füsunkar görkəmi, Yardımlıya da bir ahəngdarlıq, bir gözəl görünüş və insanın ruhunu sirkələyən bir gözəllik. Əlbəttə bu yaşıllıq, bu orman istər-istəməz insanda gözəl, təbiətə qarşı bir həzin hisslər yaradır və eyni zamanda insanın özünə də bir gözəl duyğular yaradır. Əslində, yəni bu durduğumuz məkan yazın öz gözəlliyini biraz da bu quşların cəhcəhi ehtisaza gətirir. Əlbəttə, biraz əvvəl burada bülbüllər və qaratoyuqlar mahnı oxuyurdu, amma mən bura süjeti artıq başlayanda sanki onlar insan səsindən və insanın həninindən hiss edib, onlar da öz səsini kəsdilər. Amma bununla bərabər ətrafda o quşların səsi də yazın öz gözəl görünüş və bu görünüşə ahəngdarlıq qatan uzaqda quşların səsi də, necə deyərlər, bu görünüşə, bu mənzərə bir gözəl harmoniya gətirir. Görürsünüz, hava temperatur haradaysa 20 civarında olduğu halda uca dağların başı, yəni Yardımlının o dəvə boynu olan zirvəsində artıq duman çöküb, günəş də özünü öz qızılı şəfəqləri ilə bu yaşıl örtüyü biraz da rövnəqləndirir. Amma məqsədim odur ki, bu sahə Yardımlı şəhəri, şəhər sakini Kərbəlayı Vüqar Nüsrətoğlu Tahirlinin bağçasıdır. Yəni, ot biçənəyi sahəsidir. Burada çoxlu, bu bağçada çoxlu gül çiçəklər, müxtəlif ağaclar, kol bitkiləri olmaqla bərabər bu ağacların, bu kolluqların içərisində bir xəzinə gizlənir. Bu xəzinə hansı ki, Azərbaycan, hər bir Azərbaycanın böyük sevgi, məhəbbət bəslədiyi xarı bülbülün yuvasıdır. Bu xarı bülbül deyəndə biz Şuşa yadımıza düşür. Şuşa deyəndə biz itirilmiş Azərbaycan torpaqları yadımıza düşür. Hansı ki, artıq 24 ildir biz Şuşa üçün ağlayırıq. Eyni zamanda itirilmiş Azərbaycan, 20% itirilmiş Azərbaycan torpaqları üçün ağlayırıq. Ağlayırıq ona görə ki, bu torpaqlar ulu əzəldən Azərbaycanın olub, Azərbaycan xalqının olub, bölünmüş böyük Azərbaycanın itirə-itirə getdiyi 20-ci əsrin əvvəli və 20-ci əsrin sonu Azərbaycanın itirilmiş torpaqları üçün ağlayırıq. Amma bununla bərabər ürəyimizdə də son dövr, son hadisələr, aprel əvvəlində Müzəffər ordumuzun qısa zamanda erməniyə böyük yumruq göstərib, ona sübut etdi ki, bu torpaqlar tezliklə qayıdacaqdır, bu torpaqlar tezliklə azad olunacaqdır, torpaqlarımız yenidən bütövləşəcək və yenidən o torpaqlarda biz belə gözəl duyğularla, bax, indiki kimi gözəl duyğularla biz həmin o torpaqlarda da biz zəfər çalacağıq. Ona görə dedim ki, həmin torpaqlar uğrunda biz ağlayanda haqqımız da vardı. Yəni, həmin torpaqların miskilini yaşaya-yaşaya biz demək olar 90-cı illərdən bəri 80-dən yuxarı şəhid vermişik və son hadisələrdə də, yəni aprel döyüşlərində də Yardımlıdan bir nəfər şəhidimiz olmasına baxmayır, 3 nəfər də Yardımlı əsilli müxtəlif rayonlarda olan 4 şəhid verdik. O 4 nəfər qəhrəmanımız o qəhrəmanların içərisində qəhrəmanlıq göstərdi, şücaət göstərdi, igidliklə həlak oldu. Amma bununla bərabər onlar sübut etdilər ki, bəli, torpaq uğrunda vuruşmağa dəyər, torpaq uğrunda Azərbaycan xalqı həmişə mübarizdir və o torpaqlar bizi vuruşmağı bacarır. Yalnız arxalı mənfur düşmənlər o böyük dövlətlərin sayəsində bizə meydan oxuyur.
Amma biz optimistik, biz inanırıq ki, tezlik torpağımız azad olunacaq. Əlbəttə, biz mətləbdən uzaqlaşmayaq, bu yaz günündə, bu süjetdə yenə məsələyə qayıdaq. Bayaq dediyim kimi, bu bağça yardımlı şəhər sakini Kərbəlayi Vüqar Nüsrətoğlu Tahirlinindir. Bugün o elə bağçasında mən onu rastlaşdım. Ara sıra o öz bağçasına səhər-səhər xüsusən gələr, burada dincələr, buradan buranın dincliyindən kam alar. Kərbəlayi, səni xoş gördük. Xoş gəlibsiniz, Əli müəllim. Allah sizdən razı olsun. Əslində Allahın bütün yaratdıqları gözəldir. Bu gözəlliyi görmək lazımdır. Sizin kimi şəxsiyyətlər ki, buna diqqət eləyib ki, bu gözəlliyi, Allahın bu gözəl yaratdığı neməti ictimaiyyətə çatdırmaq, insanlara çatdırmaq. Bu nemət xarı bülbül nemətdir. Bu gözəllik, siz dediyiniz kimi, belə deyək, bu xəzinə, belə deyək, bizim bu gözəl, bir dəqiqə zəhmət olmasa yaxınlaşın, Əli müəllim. Göstərək də, göstərək. Yavaş-yavaş göstərək inşallah. Bismillah. Bu gözəlliyi yaxına çəkin ki, bizim bu ictimaiyyətimiz də, insanlarımız da, gözəl insanlarımız diqqətlə buna baxsınlar. Allahın nemətin burada, Allah buna bir danışıq verməyib, danışdıra bilər. Diqqət edin ona, xahiş edirəm. Bu Şuşamızın, Qarabağımızın bir nişanəsidir. Kərbəlayi, həqiqətən bunu bu insanlar sevir ha. Buna xüsusi bir məhəbbət bəsləyir. Bu əslində bunun özündə bu sevgidə bir məntiq var. Bu gözəlliyi normal bir şəxs bu gözəlliyi necə duymaya bilər? Bunun öz gözəlliyi sanki bülbül deməli bir tacın üstündə əyləşib özü üçün mahnı oxuyur. Mən biraz əvvəldə bir balaz da zəhmət olmasa yaxınlaşdırın. Diqqətlə baxın. Arı bülbülü xar eləyir. Bəli. Doğrudan da bu bülbül, bu xarı bülbül. Bəli. Xarı bülbül şairlərimizi dilə gətirən, bunun öz gözəlliyini dilə gətirib. Zaman-zaman Azərbaycan xalqının klassikləri bülbülə, xarı bülbülə şeirlər qoşub. Əslində bu siz doğru deyirsiniz, bu Tanrı möcüzəsidir, Allah möcüzəsidir, vallahi Allah möcüzəsidir. Ona görə ki, bu bütün gözəlliyi ilə insana o ruhunu sirkələdən, insana gəl-gəl deyən bu gözəllik istər-istəməz insanın özündə bir rahatlıq, bir gözəllik, həm göz doymaq istəmir bu gözəllikdən, həm də onun Tanrının böyüklüyünə səzdəyə gedirsən. Vallahi tanımaqda da böyük bir rolu var. Bəli. Əslində, yəni bu xarı bülbül biz Azərbaycanın atributu hesab edirik, Qarabağın atributu hesab edirik, Şuşanın atributu hesab edirik. Xarı bülbülü də ona görə sevirlər ki, bu xarı bülbülün özündə bir harmoniya var ki, o harmoniya insana itilmiş torpağa bir sevgi, yaddan çıxmaya, Qarabağı əlaqədir ki, itilmiş torpaqları yaddan çıxartmaq olmaz. Çünki o torpaqlar belə möcüzələr yetirir. Bəli. Əslində bu gözəllik özü də klassiklərimizdə dilə gətirib. Nahaq yerə Nizamini, Füzulini və yaxud Vahidi dilə gətirən gözəllikdir. Əslində, bu xarı bülbül özü də bir gözəldir. Mən onu gözələ oxşadardıq, insan gözəlliyinə, insan qadın gözəlliyinin özündə təcəssüm etdirən. Sanki bu, özdə qəribə orasındadır Kərbəlayi, bu xarı bülbüllər elə bir utanqac gözəllər olur. Öz gözəlliyini başqalarına hicablanmış da, öz gözəlliyini başqalarına qısqanıb, gizlənib. Bax, bunlar da əsasən kölgəli yerdə, güneydə kölgəli yerdə, ağacların altında gizlənirlər ki, onun öz Bakıda gözəlliyini başqalarına qısqanırlar. Yəni bunu rəmzi şəkildə. Əslində bu bağçanın da biraz da gözəlləşdirən bu xarı bülbülü. Mən qəribə orasındadır ki, ətrafda qonşuların bağçalarında da var. O çox adamlar deyir ki, burada Kərbəlayi ilə məxsus bu bağçada deməli şəxsən burada bitir. Burada bitir, amma qonşuluqda
qonşuluqda olan sahələrdə bitmir. Özdə bunların əksəriyyəti elə... Bir çox yerlərdə var. Mən indi inşallah elə gəzdikcə göstərəcək inşallah. Yaxşı, onda siz bələdçilik edin. Biz də yavaş-yavaş digər yerlərə də deməli bu xarı bülbülə göstərməyə çalışaq. Əslində məqsədimiz yenə bayaq dediyim kimi həm gözəlliyə, həm də digər tərəfdən Şuşa niskili ilə yaşadığımız Qarabağ torpağının azad olunmasına, Qarabağ torpağını da bitirən bu xarı bülbül, mahnılar, bu doğrudan da uzaqdan öz gözəlliyi ilə deməli ruhumuzu oxşayır. Qoy bunu çalışaq ki, yaxından göstərək. Doğrudan da bu xarı bülbül öz gözəlliyə insana gəl deyir. Naxışları, Allah'ın necə gözəl rəng var. Aşağıda onun tacına bax. Buna elmi ədəbiyyatda bildiyimə görə botaniklər arıburun səhləb deyirlər. Səhləb yazıblar bunu. Amma Azərbaycan xalqı bu xarı bülbülü o gözəlliyinə görə demək olar ki, dillər əzbəri olur. Mahnılarımızda da, şairlərin şeirlərində də ümumiyyətlə bütün lirikasını demək olar ki, xarı bülbülün notları əsasında kökləyirlər. Elə unudulmaz xanəndə, unudulmaz el sənətkarı Qədir Rüstəmov mahnı oxuyanda xarı bülbülü insanın ruhu, könül oxşanmaqdan əlavə itirmiş torpaqlarımızı, ruhumuzu sirkələyirdi. İstərsəmək Qarabağa. Biz ona görə deyirik. Biz məqsədimiz odur ki, yardımlı florası həqiqətən çox zəngindir. Yəni burada o qədər dərman bitkiləri var, saysız hesabsız. Və bu dərman bitkiləri də əksəriyyəti bu uzaq dağların zirvələrindən təmiz havası, ondan sonra gözəl şəffaf suyu. Sonra bayaq siz gələk ki, yuxarı tərəfdə də göstərdiniz. Əfsus ki, burada çoxdur, çox olub. Amma deyəsən, qonşuluqdakı heyvanlar bura nətər olubsa, bariyeri aşıb gəlibdir. Burada da görürəm, Kərbalayı mən bir dənə gördüm mən. Burada da bu gözəllik. Yenə bayaq dediyimiz kimi, xarı bülbül sanki özü burada bu ağacların altında, çoluqların altında gizlənir ki, onun gözəlliyini, hicablanmış gözələ bənzəyir. Doğru deyirsiniz Kərbalayı. Sanki öz onların gözəlliyindən məftun olanların gözündən gizlənir ki, bu gözəlliyi tez-tez görməsin. Bu gözəllik yalnız tək-tək hallarda görə bilsinlər və onun gözəlliyindən heyran olub. O gözəlliyi duyanlara bəxş olsun. Bəli, gözəlliyi əlbəttə biz burada söhbət, amma əslində bütün Azərbaycan vətəndaşları, bütün Azərbaycan xalqının hər bir nümayəndəsi xarı bülbülü sevir. Mənim Allah sizdən razı olsun ki, siz bunu ictimaiyyətə çatdırırsınız ki. Biz əslində göstərmək istəyirik ki, yardımlı doğrudan da florası zəngindir, yardımlı doğrudan da Respublikanın 4-5 dilbər güşələrindən biridir. Bu güşələr öz gözəlliyi ilə nəinki təmiz havası, olduqca parlaq bulaqları, suyu olan bulaqları, sərin bulaqları və zümrüd meşələri eyni zamanda onun bu təbiəti tamamlayan florası ilə də zəngindir. Çünki bu florada bizim hamımızın gözəlliyində məftun olduğumuz xarı bülbül bu ərazidə bitir. Bax, bu gözəlliyinə, bax gözəlliyinə. Doğrudan da məxmər tacın üstündə deməli öz gözəlliyini burada göstərməkdədir. Əslində bəlkə də bir rəmzi ifadə işlədərdim. Biraz obrazlı desək. Kərbalayı, burası sizin bağçanız olub və bu bağçada sizin həyatdan heç sizdən doymayan gedən, gənc yaşlarında rəhmətə gedən unudulmaz atanız Nüsrət kişinin deməli zaman-zaman bu ərazilərdə zəhmət çəkib bu bağçanın ərsəyə gəlməsində əməyi çox olub və mənə elə gəlir ki, həm də burada sizin Allah rəhmət eləsin xanım ana, Şüküfə ananın da bu zəhməti olub, bu sevə-sevə bu bitkiləri, bu ağacları, bu çolluqları deməli əkib, becərib, burada da flora o qədər zəngin olub. Xarı bülbül də
bu gözəlliyi bu ağacların qoynunda öz gözəlliyini göstərməyə çalışıb. Çünki burada zəngin bir bağça, bu ağaclar istər-istəməz bura bir həzin harmoniya, həzin bir görünüş gətirib. Və eyni zamanda sizin bir bacınız da nakam ruhunda. Mənə elə gəlir ki, burada onun nakam ruhu gizlənib. O xarı bülbülün gözəlliyində elə onun, Allah onu rəhmət eləsin, nakam ruhu da gizlənib. Elə o gözəllik, o doğrudan da gözəl idi. Bacımız əfsus ki, həyatdan nakam getdi. Və yenə də bu ərazidə mən bayaq gördüm, bir neçə yerdə, aşağıda da deyəsən var. Burada Allahın nemətləri sonsuz. Bax, bir də bax. Həsab səndə də görsən. Gör nə gözəl yerlər. Doğrudan. Burada düz, deməli, Nil koludur bu. Kolun böyründə gizlənirdi. Biraz aşağı. Görüm. Əlim biraz hava var. Bunu yan tərəfdən götürəndə doğrudan da onun gözəlliyi istər-istəməz. Biraz da deyəm. Allah'ın gözəl. Çox gözəl. Mən sizdən rica edirəm, bu əraziyə çalışın, qoymayın qonşuların mal heyvanları. Çünki bu qiymətli bir, floramızın qiymətli bir xəzinəsi hesab edərdi. Müəllim, bax, bir dənə də budur burada. Bax, bunu da çəkin. Yoncaların içərisindən necə boylanır. Yəni, təsəvvür eləyin ki, bu o qədər. Bax, orada da var, orada göstərə bilərik. Qoy, bunu çəkək. Bəlkə də çoxlarına, yəni adı gəlsə də, əslində, yəni, burada bu gözəlliyi müdriklərimiz deyib ki, dünyanı gözəllik xilas edəcək. Bəli. Mənim, bax, orada da var. Sənə yaxınlaşın bura. Bax, burada da var. Alça ağacının. Nil ağacının. Nil alça ağacının arasında. Nəsə, ağacın. Yəni, çox yerlərdə bitir. Bağın bütün hissələrində. Bax, sadəcə bunu diqqət çəkmək lazım. Aşağıda da var. Bax, burada da var. Müəllim. Bəli. Zəhmət olmasın, bir dənə yaxınlaşın. Bax, burada qoşa. Doğrudan da. Deməli, burada öz gözəlliyini qısqanıb başqalarına gizlədib, görüzdü harada, kölgəlikdə, sıx çolluqların içərisində. Bax, burada da var, bax, burada da var. Doğrudan. Gör, gözəlliyə bax. Özdə biraz o yana, bu biraz da yetişdikcə onun gülü əlvanlaşır. Mənim bunu qərib elə sözlə, ən aşağısı 3 ay suda qalar. 3 ay? 3 ay müddətində. Yəni solmaz. Çox qəribədir ki, yəni doğrudan da gözəlliyə, Mənim burada diqqət eləyəm, bir dənə zəhmət olmaz. Göz oxşayır. Biraz yanında da var. Orada da var. Bax. Elə bu. Bu da burada. Bunu götürün. Göz oxşayır. Doğrudan da yəni çox maraqlı bir görüntü. Təşəkkür edirəm, Allah sizdən də razı olsun. Oradan da çox maraqlı. Əslində, yəni mən bu xarı bülbülü gördüm. Yəni bir köhnə muzey işçisi kimi bu gözəllikdən vəcdə gəldim. İstər-istəməz mən də sizə də təşəkkür edirəm ki, Allah sizdən razı olsun. Yəni belə bir sahədə, belə bir bağçanız var. Əslində bu
mənəvi cəhətdən mən sizi həm maddi cəhət demirəm, mənəvi cəhətdən varlı hesab edirəm. Bu gözəllikdən hər bir insan zövq ala bilər. İnsanın ruhu bu gözəlliyi necə deyirlər, ehtiyacı olur ruhun. Bu yaz günündə mənə elə gəlir ki, yardımlı gözəlliklərin mən bu sahədə biraz qeyri-peşəkar olsam da və eyni zamanda kameramızın gücü də az olsa da, zənnimcə burada görənlər bu gözəlliyi görə bilər və elə bir qənaətə gələ bilər. Yardım doğrudan da gözəl məkandır, yardım doğrudan da füsunkar yerdir, yardım doğrudan da Allahın bəxş təbiəti fonunda Allahın səxavətini əsirgəmədiyi bir məkandır. Sizə təşəkkür edirik. Allah sizdən razı olsun, Allah köməyiniz olsun. Sağ olun. Sizə təşəkkür edirəm. Qarşılıqlıdır hər şey. Allah razı olsun sizdən. Sağ olun.